Şanlı aprel döyüşlərinin 9-cu il dönümü ərəfəsində hər birinizi salamlayıram. Vətənimin dəyərli vətəndaşları, dəyərli qonaqlarımız, dəyərli gənclərimiz. Bu önəmli gündə bizə bu görüşün keçirilməsi üçün şərait yaratdığına görə Bakı Dövlət Universitetinin rektoru Elçin müəllimə və zəhməti keçən hər kəsə, Şahin müəllim, sizə təşəkkür edirəm. Eləcə də bu görüşün təşkilatçısı olan Qayıdış İctimai Birliyinin sədri Hasil Tağıyeva təşəkkür edirəm. Bugün hər zaman olduğu kimi bizə dost əlini uzadan Milli Məclisin deputatı, hər zaman yanımızda olan, anasından ayrı düşən Naxçıvanımızdan tədbirimizdə iştirak etmək üçün gələn Ülviyə xanıma təşəkkür edirəm. Var olasınız hər biriniz. Bugün bizim üçün bu görüşün mahiyyəti çox böyükdür. Çünki bugün bura biz vətən sevgisinin, şəhid həsrətinin, şəhid sevgisinin nuruna gəlmişik. Hər birimizin bir duyğusu var, vətən. Vətəni sevmək əlbəttə ki, sözdə deyil, əməldə olmalıdır. Necə ki, qəhrəmanlarımız vətəni öz canlarından üstün tutdular. Bəli, məncə, əgər kimsə vətəni canından üstün tutmursa, heç bu vətəndə yaşamağa haqqı yoxdur deyərdim. Çünki vətənin təməli sevgidir. Bu vətənin keçmişində qan izləri çox olub. Bu vətən illər boyu düşmən tapdağında yağmalanıb, bölünüb. Düşmən hər zaman Azərbaycanın müstəqilliyinə, azadlığına, suverenliyinə göz dikib. Hələ 1918-ci il martın 30-undan aprelin 3-ünə qədər Azərbaycanlıların soyqırımı törədildi. Həmin zaman Bakıda və bir çox bölgələrimizdə, elə Naxçıvanda, Naftalında, bir çox bölgələrimizdə minlərlə vətəndaşlarımız, soydaşlarımız amansızcasına qətlə yetirildi. 26 mart 1998-ci il Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların soyqırımı tarixi kimi qeyd olunmağa başladı. İllərdən sonra o soyqırım tarixini unutmayan qəhrəmanlarımız şanlı zəfər tarixini yazdılar. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə yenə qana susuyan düşmənimiz cəbhə xəttində təxribat törətdi. İllərlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sülh sazişi imzalamağın tərəfdarı olsa da düşmən bu sülh sazişindən əlbəttə ki, anlamadı. Və törədilən təxribatın qarşısı layiqincə alındı və hətta illərdən sonra ilk dəfə tapdaq altında olan torpaqlarımız azad olundu. Həmin döyüşlər 1994-cü ildə imzalanan atəşkəs sərəncamından sonra ilk böyük döyüşlər idi və o döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Həmin döyüşlər zamanı Cocuq Mərcanlı, Lələtəpə, Su Qovuşan, bir çox ərazilərimiz, Talış yüksəkliyi, bir çox ərazilərimiz düşməndən azad olundu və deyərdim ki, aprel döyüşləri 44 günlük vətən müharibəsinin təməli hesab olunur. O gün açılan o yol ilə gedən qəhrəman oğullar illərdən sonra Şuşaya, Xankəndinə, Xocalımıza addım atdılar. Bəli, bu atılan addımların ardında nələrin qaldığını sizlər gözəl bilirsiniz. Kimlərin olduğunu sizlər gözəl bilirsiniz. Bir zaman sizi kimi gənclər olan arzuları, gənclik zamanında vətənə qurban verilən şəhidlərimiz bizə o zəfər sədasını yaşatdılar. Sizlər hələ elə aprel döyüşləri zamanında bir məktəbli kimi ilk dəfə İlk qələbə, şəhid,
sözlərinin mahiyyətini dərindən dərk etdiniz. Bəlkə də çoxunuzun qonşusuna, qohumuna şəhid tabutu da gəlmişdi. Bizə azadlığı bəxş etdilər. Biz də bugün vətən fədailəri olan şəhidlərimizin adlarını əbədiləşdirmək üçün bu addımları atırıq. Həmin o aprel döyüşlərində öz ocağından vətənə bir pay verən Şahin Məmmədovla birlikdə, Mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədovla birlikdə biz illərdir vətən fədailəri layihəsini ərsəyə gətiririk. Nəzərinizə çatdırım ki, Rasim Məmmədovlar ailəsinin yeganə qəhrəmanı deyildi. Onun atası da bir qəhrəman idi və oğul həsrətinə cəmi bir neçə gün dözə bildi. Şahin Məmmədov bu ağrı acıların hər birinin təsəllisin elə şəhidlərimizin adlarını yaşatmaqda gördü. Bax, budur şəhid ailəsinin məğrurluğu, budur şəhid ailəsinin düşmənə verdiyi gözdağı. Təşəkkür edirəm Şahin Məmmədov. Çünki siz bir şəhidli vətənə qurban verib minlərlə şəhidin qardaşı olmağı bacardınız. Biz sizlərin hər zaman yanındayıq, necə ki siz bizlərin yanındasınız. Əziz gənclər, bugün buradan çox çıxış etmək olar. Sadəcə bilin ki, bu vətən sizlərə kimdən əmanətdir. Bizlərin sizdən bir istəyi, bir arzusu, bir amalı odur ki, vətən fədailərimizin o yarımçıq qalan ömürlərini heç zaman unutmayaq. Şəhid ailələrinin hər zaman yanında olaq. Biz vətən fədailəri layihəsini illərdir dediyimiz kimi ərsəyə gətiririk. Vətən fədailəri Naxçıvan şəhidləri, vətən fədailəri İmişli şəhidləri, vətən fədailəri Şəki şəhidləri, vətən fədailəri Tovuz şəhidləri, Şahmarın eşq əsəri, qeyrət təcəssümü və bu kimi bir çox kitablar ərsəyə gətiririk. Onun üçün bu kitablar yazılır ki, sizlər bu qəhrəmanlarımızı tanıyasınız. Sizlər bu qəhrəmanlarımızı unutmayasınız. Ülviyə xanım, çox gözəl dediniz, kitab abidədir, bəli. Hər birimiz bu dünyadan köçüb getsək belə, hər birimizin bir izi olaraq qalmalıdır. Fərq etməz hər kəs şəhidlərdən yazsın, hər kəs öz sənəti ilə şəhidlərimizi yaşatsa, inanın, vətənimiz də gözəlləşər, dünyamız da gözəlləşər. Mən bugün bir daha hər kəsə təşəkkür edirəm. Bizə açdığınız bu qapınız heç zaman bağlanmasın. Arzu edirəm bir daha vətənimiz şəhid verməsin, amma bugünə qədər verdiyimiz şəhidlərimizin adlarını yaşatmaq üçün nəinki bir Manya Səxavət qızı ömrü, minlərlə Manya Səxavət qızı ömrü yetməz. Təşəkkür edirəm diqqətiniz, dəyəriniz, dəvətiniz üçün. Sağ olun.